Abşeron rayonunda bir neçə saatdan artıq aramsız yağış yağdı və küçələr, yollar, qəsəbələr, körpülər, tunellər suyun altında qaldı. İnsanlar maşınların içində çarəsiz vəziyyətdə su ilə qarşı-qarşıya boğulma təhlükəsində qaldı. Bu təhlükəli anda onların dadına ancaq polislər yetişdi. Niyə ancaq polislər yetişməlidir? Bəs digər aidiyyatı qurum, Fövqəladə Hallar Naziri, fövqəladə haldır. Niyə, hardasınız? Nə işlə məşğulsunuz? Başqa yerdə, başqa ölkədə bir problem olan kimi helikopterlər qalxır və yaxud da ki, su basma hallarına kömək edirsiniz, televiziyalara reklam edir. Bəs siz nə işə yarayırsınız Cəmaləddin Heydərov? Bakı şəhər İcra Hakimiyyəti Eldar Əzizov, hər yağış yağanda deyirsiniz ki, normadan artıq yağdı. Yəqin insanlar dediyi kimi normadan artıq nəsə eləmişsiniz ki, bunun fəsadları indi üzə çıxır. Üzə çıxır demişkən, gördüyünüz işin içinə nəsə deyə bilmirik. Çünki hər yağış yağanda kanalizasiyadan üzə çıxır. Kanalizasiya demişkən, iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, adınız iri olsa da gördüyünüz işin xırdalığı, bax, yağış yağanda üzə çıxır. Hardasınız, nə işə baxırsınız? Niyə şəhərimizi su basır? Siz ancaq qısa qəsəbə və yaxud da ki, hansısa yaşayış məskənlərinə gücünüz çatar yəqin ki, adınızı dəyişin, xırda şəhərlərin falan qoyun. Eləcə də Abşeron rayon İcra Hakimiyyəti Abidin Fərzəliyev, Xırdalan, Masazır və digər qəsəbələr su altında qalıb. Hara yoxa çıxmısınız? Niyə küçələrdə görsənmirsiniz? Niyə insanlara kömək etmirsiniz? Eləcə də Sumqayıt şəhər İcra Hakimiyyəti Zakir Fərəcov, hardasınız? İcra başçısı. Nə işlə məşğulsunuz ki, yağış yağır, küçələr suyun altında qalır? Hə, siz axı cəmaətin meyvəsini götürməyi yaxşı bilirsiniz. Əziz vətəndaşlarımız, zərər çəkmisiniz. Siz bu insanları, bu yaratmaz insanları məhkəməyə verin, təzminat alın. Dəymiş zərərlərinizi götürün, özünüzə qayıtsın. Yoxsa bu məmurların işləməklə bir işi yoxdur. İşləmək demişkən, bir insan indi hal-hazırda bu yağışda daşı daş üstə qoysa, həmin adını saydığım qurumlar, Fövqəladəsi İcra Hakimiyyəti o dəqiqə üstünə gələcəklər ki, görəcəklər. Yəni siz də onları görməlisiniz. Əgər siz onları görməsəniz, onlar da sizin gördüyünüz işin qarşısını elə alacaqlar ki, heç kim görə bilməyəcək. Yəni gör-götür dünyasını bunlar təbliğ edirlər. Bunların yəqin ki, bacardığı iş ancaq bundan ibarətdir. Yoxsa insanlar çarəsiz bir vəziyyətə qalmazdı. Həm maddi, həm mənəvi cəhətdən insanlarımız nə hala düşdü. Bunun bütün günahı bu aidiyyatı qurumlardadır. Əziz insanlarımız, bu aidiyyatı qurumları məhkəməyə verin. Bu aidiyyatı qurumlar özləri öz işlərini bacarmırlar. Bacarmırsınızsa, heç olmasa bu kreslonu tərk eləyin. Heç kim sizə söz verən pis baxmayacaq, deməyəcək ki, ayda çıxdı getdi. Əksinə deyəcək ki, sizi hörmətli yola salacaq. Əziz aidiyyatı qurumlar, bacarmadığınız işi buraxın getsin. Gənc kadrlar gəlsin. İşin öhdəsindən gələn insanlar gəlsin. Artıq illərləndir siz bu fəaliyyətdəsiniz, amma fəaliyyətiniz yağış yağanda kanalizasiyadan çölə çıxır.